Dərsimiz kimya reaksiyanın sürətidir. Kimya reaksiyanın sürəti, o demək ki, bəzi reaksiyalar qısa vaxtda baş verir, bəzi reaksiya daha uzun müddətdə baş verir. Yəni biz reaksiyanı sürətləndirib və azalda bilirik. Bu nəyə lazımdır? Tutaq ki, məsələn, paslanma reaksiyası baş verir. Bu reaksiyanın sürətli getməsi bizə lazım deyil. O reaksiyanın sürətini azaltmaq lazımdır. Və ya tutaq ki, bir reaksiya gedir. Bu normalda 10 dəqiqəyə baş verməlidir. Biz istəyirik ki, məhsulu tez alaq. Ona görə reaksiyanın sürətini artırmalıyıq. Reaksiyanın sürəti nədir? Baxın, ən sadə reaksiya üsulunu göstərirəm. Tutaq ki, biz suyun alınma reaksiyası, hidrogenlə oksigen reaksiya edilir və su əmələ gətirir. Ona baxın, reaksiyanın başlaması üçün bu reaksiya edən maddələr arasındakı rabitələr, baxın, hidrogen arasında bir qat rabitə var, çünki variantı birdir, bilirik. Oksigenlə oksigen arasında iki qat rabitə var. Bu rabitələr qırılmalıdır ki, burada sərbəst hissəciklər yaransın və onlar bir-birindən toqquşur, toqquşandan sonra isə kimyəvi rabitələr, yeni rabitələr yaradır. Burada hidrogenlə görürsünüz, suda hidrogen və oksigen arasında yeni rabitə var. Bu rabitənin yaranması üçün əvvəlcə bu maddələr arasındakı rabitə qırılmalıdır, sonra rabitə yaranmalıdır. Rabitəni qırmaq üçün də müəyyən enerji lazımdır. Şöyle, buna aktivləşmə enerjisi deyilir. Əgər bir reaksiyada aktivləşmə enerjisi nə qədər kiçikdirsə, reaksiya o qədər sürətli olur. Və əmələ gələn hissəciklər ki, qırıldıqdan sonra, rabitə qırıldıqdan sonra, hissəciklərə aktiv hissəciklər və aktiv komplekslər deyilir. Və bunlar yenə deyirəm, başlayırlar toqquşmağa. Hər toqquşma reaksiya ilə nəticələnir. Hansı toqquşma ki, yeni rabitənin əmələ gəlməsi ilə nəticələnir, ona aktiv toqquşma deyilir. Və yenə deyirəm, aktivləşmə enerjisi nə qədər kiçik olursa, reaksiya o qədər sürətli olur. Aktiv toqquşmaların, aktiv hissəciklərin sayı nə qədər çox olursa, reaksiya o qədər sürətli olur. Biz keçmişdik ki, reaksiya iki cür olur, aqreqat halına görə. Homogen və heterogen reaksiya var. Homogen reaksiya odur ki, reaksiya girən və alınan maddələrin aqreqat halları eyni olsun. Məsələn, bütün maddələr qaz halında olsun, maye halında olsun. Homogen reaksiyalar mühitdə reaksiya qabın bütün həcmində baş verə bilir. Və homogen reaksiyanın sürəti və heterogen reaksiyanın sürətində hesablanma formaları başqa cürdür. Deməli, biz bilirik ki, reaksiya başladıqda başlanğıc maddələrin qatılığı, miqdarı zaman keçdikcə azalır, alınan maddələrin qatılığı, miqdarı isə zaman keçdikcə artır. Əgər biz başlanğıc maddəyə görə sürəti yazmaq istəsək, sürət belə V hərfindən işarə olmuş olur. Bunu belə yazır. Başlanğıc maddələrin miqdarı zaman keçdikcə azalır axı. Ona görə yazıram mənfi delta C bölmüş delta tau. Deməli, deyirik ki, başlanğıc maddələrə görə sürət vahid zamanda qatılığın, reaksiya edən maddələrin qatılığın dəyişməsinə bərabərdir. Burada dedik ki, delta nə demək ki, fizikadan keçirsiniz. C2 çıx C1, tau 2 çıx, tau 1. Biz də bilirik ki, mənfi nə demək? Burada C2 C1-dən kiçik olduğuna görə, burada əslində biz C1-dən C2-ni çıxırıq. Başlanğıc maddəyə görə sürəti tapdıq da. Amma məhsula görə, yəni reaksiya məhsuluna görə sürət tapdıqda isə bilirik ki, zaman keçdikcə tau uşaqlar, buna deyilər tau. Bu zamanı göstərir. Bax, T deyil, T temperaturdur. Tau zamandır. C ilə keçmişdik də qatılıqdır. Maddənin qatılığı, C keçirdik, malyar qatılıq. Deməli, burada isə məhsulların miqdarı artdığına görə, qatılıq artdığına görə zaman keçdikcə qatılıq artır, yəni müsbət delta C olur. Burada da bərabərdir C2 çıx C1, tau 2 çıx tau 1. Və bu düsturdan biz reaksiyanın, homogen və heterogen reaksiyanın orta sürət düsturlarını çıxarda bilərik. Deməli, yazırıq. V homogen bərabərdir. Müsbət mənfi başa düşdükdə niyə? Başlanğıc və məhsullara görə delta C bölünmüş delta tau düsturu ilə yazılır. O da müsbət mənfi yenə C2 çıx C1, tau 2 çıx tau 1. Tau zaman oldu, C qatılıq oldu. Və uşaqlar, biz digər düsturlarda çıxardacağıq bundan. Biz keçmişik ki, maddələr qatılığının S'nin düsturu nu bölünmüş V vahid zamandan maddə miqdarının dəyişməsinə bərabərdir molyar qatılıq. Əgər biz birinci düsturda bunu yerinə yazsaq, baxın yazıram. V homogen və yaxud orta sürət bərabərdir. C-ni yerinə yazıram, nu bölünmüş V. Delta tau da qalır öz yerində. Baxın, bu bizim ikinci düsturumuzdur. Və burada nəmin vahid çıxarır? Maddə miqdarının vahidi moldur. Həcmin vahidi litrdir, zamanın vahidi saniyə ilə dəqiqədir. Deməli, homogen reaksiyanın sürət vahidi mol bölünmüş litr vur saniyə. Buradan yenə biz nunun maddə miqdarının 3 düsturunu keçmişdik. Kiçik M bölünmüş böyük, V bölünmüş V və M bölünmüş M düsturu. Biz burada nunun yerinə bu düsturu qoysaq, ifadəni qoysaq M bölünmüş kiçiyə. Baxın, biz artıq 3-cü düsturu almış olduq. Oraya yerinə qoydum M bölünmüş M. V vur delta tau da öz yerində qalır. Bu da olur homogen reaksiyanın sürətinin 3-cü düsturu. Gəlir heterogen reaksiyanın sürətinə uşaqlar. Heterogen reaksiya, məsəl üçün, tutaq ki, biz bərklə
qaz arasında reaksiya aparır, maye arasında reaksiya aparır. Heterogen reaksiya nə deməkdir? Reaksiyada girən maddələrin, alınan maddələrin aqreqat halları bir-birindən fərqli olsun. Bu zaman reaksiya fazaların səthində baş verir. Məsələn, tutaq ki, dəmirlə xlorid olsun reaksiyasına aparırsa, reaksiya dəmirin səthində, fazaların toxunma səthində gedir. Ona görə heterogen reaksiyanın sürəti deyəndə deyirik, vahid zamanda, görürsünüz, deyəliyi yazıram, vahid səthdə maddə miqdarının dəyişməsinə bərabərdir. Səth nədir? Səthin sahəsi, yəni bərk maddənin səthinin sahəsi. Buradan vahid çıxartsaq, bunun vahidi mol, zaman saniyə dəqiqə ilə ifadə oluna bilər, səthin sahəsi metr kvadratı ilə ifadə olunur. Deməli, heterogen reaksiyanın sürəti mol bölünmüş saniyə vur metr kvadrata bərabərdir. Şöyle, homogen reaksiyalarda sürət, reaksiya girən maddələrin əmsallarına baxanda onları bilmək olar ki, hansı maddəyə görə sürət çoxdur, hansı maddəyə görə sürət azdır. Məsələn, tutaq ki, belə bir reaksiya yazıram. Baxın, CO2, homogen mühitdə baş verən reaksiyadır. Baxırıq, məsələn, görürəm ki, CO-nun əmsalı ilə CO2-nin əmsalı eynidir. Deməli, bu reaksiyada CO-ya görə sürət, CO2-yə görə sürətə bərabərdir. Amma görürəm ki, oksigenin əmsalı 1-dir. Yəni, oksigenin əmsalı onlardan 2 dəfə az olduğuna görə, oksigenə görə sürət də onlardan 2 dəfə az olacaq. Yəni, əgər mən bunların ikisi böyükdür V oksigendən. Əgər bərabərdir yazsam, deməli, onu yazıram ki, V CO bərabərdir, V CO2 bərabərdir 2V oksigen. Yəni, oksigenə görə sürət, bu ikisinə görə sürətdən azdır. Yenə deyirəm, homogen mühitdə bərk maddələrdən o nəzərə alınır.